Salam, mən Kərimova Nəzmiyə. Bugün sizə klassik uşaq ədəbiyyatının ən dəyərli nümunələrindən olan Uşaq Ürəyi kitabının bir hissəsini səsləndirəcəyəm. Bu kitabın başlıca amalı uşaqlarımızı yaxşıya doğruya yönləndirməkdir. Onları cəmiyyətimizə faydalı bir fərd kimi yetişdirməkdir. Xoş niyyət. Piraqosiya medal veriləndə özümdən utandım. O günədək bircə dəfə də olsun mükafat almamışdım. Mən az dərs oxumuram. Özümdən razı deyiləm. Müəllimim, atam, anam da məndən razı deyil. Oyun oynamaq mənə əvvəlki kimi daha maraqlı gəlmirdi. Halbuki əvvəllər həvəslə dərs oxuyur, sonra da oyuncaqların yanına qaçırdım. Aylarla oyun uzu görməmiş kimi acgözlüklə oyun oynayırdım. Əvvəllər valideynlərimlə yemək masasına oturanda özümü xoşbəxt hiss edirdim. Ancaq indi o hisslər də mənə yadlaşıb. Sanki ürəyimə bir narahatlıq çöküb. Elə bil daxildən bir səs mənə, xeyr, alınmır deyir. Axşamlar meydanda fəhlələrlə birlikdə işdən qayıdan oğlanları görürəm. Yorğun, lakin şən əhval-ruhiyyə ilə şam yeməyinə tələsirlər. Bərkdən söhbət edir, gülür, kömürdən qaralan ya da kirəcdən ağaran əlləri ilə bir-birinin kürəyinə vururlar. Səhərdən axşamadək işləyib, tər döktüklərini düşünürəm. Bəs bütün gün damda, soba başında, maşında, dənizdə, mədəndə işləyən və dilinə bir tikə çörəkdən başqa bir şey dəyməyən, yarı ac, yarı tox, böyüyən, məndən kiçik nə qədər uşaq var. Mən utanıram ki, bu qədər vaxtda bir təhər 4 səhifə cızma qara eləmişəm. Özümü narahat hiss edirəm. Atam da mənim həvəssiz oxumağımdan narazıdır və bunu mənə demək istəyir. Ancaq qəlbimi qırmaqdan ehtiyat edib hələlik gözləyir. Axı mən onun çoxlu işlədiyini görürəm. Axı evdə məni əhatə edən hər şey, toxunduğum hər şey, geyindiyim, yeyib içdiyim, öyrəndiyim və əyləndiyim hər şey onun əməyinin bəhrəsidir. Mən isə dərslərimi belə oxumağa ərinirəm. Bütün bunlar atamı kədərləndirir, yorur. Mən isə hələ də tənbəllik edirəm. Yox, bu çox pis haldır. Və mən çox narahatam. Elə bu gündən başlamaq istəyirəm. Əvvəlcə start kimi yumruqlarımı sıxıb, dişlərimi qıcayıb, dərslərdən başlayacağam. Axşamları yuxunu özümdən qovub, uzaqlaşdıracağam. Səhərləri yataqdan tez qalxacağam və fasiləsiz çalışacağam. Tənbəlliklə, əzmlə mübarizə aparacağam. Nəyin bahasına olur olsun, hətta xəstə düşsəm də çalışacağam. Xeyr, məni alçaldan, yaxınlarımı kədərləndirən tənbəlliyə son qoyacağam. İş başına, Enrico. Var gücünlə, bütün ruhunla iş başına. Var gücünlə çalış ki, vicdanın rahat olsun. Dincəlməkdən, oyun oynamaqdan və yemək yeməkdən həzz alasan. Çalışmaq mənə müəllimimin mehriban təbəssümünü və atamın şəfqətli öpüşünü qaytaracaq. Haydi, kitabların başına.